Efirdə xəbərlərdir. Gizli köçürmələr, otel çarpaylarında gizlədilmiş pullar, dəbdəbəli hədiyyələr. Bundestagın mərhum üzvü Karen Strensə qarşı rüşvət işində ortaya çıxanlar bayağı siyasi treyler səhnələrini xatırladır. North Courier qəzetinin redaktorları Münhen Baş Prokurorluğunun Strenzə qarşı ittihamları əks etdirən ittiham aktını alıblar. 8 il Aşpanın üzvü olmuş 2021-ci ildə vəfat edən siyasətçi Azərbaycanla bağlılığına görə sağlığında korrupsiyada şübhəli bilinirdi. Hazırda Bundestagın 2 keçmiş deputatı və Strenzin keçmiş tərəfdaşları mühakimə olunur. Eduard Lender və Axel Fischer Bakıdan rüşvət almaqla ittiham edilirlər. Qəzetin yazdığına görə Strenz adı bu prosesdə mərkəzi rol oynayır. Mərhumun Azərbaycandan 149.900 avro dəyərində böyük məbləğdə pul və müxtəlif hədiyyələr aldığı bildirilir. Müstəntiqlər onun ifadələri və hətta Azərbaycanın əleyhinə səs vermələri üçün nə vaxt, harada və hansı kanallarla iyanə aldığını da izah edirlər. Sizinlə mən Şahin Seydov, Azərbaycan Yerli Mediası. Unutmayın ki, xəbərdar olmaq sizin hüququnuzdur.